İrəvandan bütün Azərbaycan və bütün Türk dünyasını salamlayıram canlar. Buralar qədim Azərbaycan torpaqlarıdır. Türk gəncin Azərbaycanın qədim torpağı İrəvandan çəkmiş daha bir videosu Ermənistanda sürətlə yayılaraq geniş rezonans doğurub. Bundan əvvəldə Türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk dünyasına mesaj göndərmişdi. Türk gənc bu dəfə də şəhərin mərkəzindən canlı yayım açaraq qeyd edib. Bu torpaqlar bizləri gözləyir. Bugün birimiz, sabah minimiz gələr inşallah. Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibətilə təbrik edirəm. Xüsusilə də yerazlara buradan salam deyirəm. Daha sonra gənc çıxışını məşhur Anadır arzulara hər zaman Qarabağ mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə Bozqurd simvolunu göstərib. Kadim Azərbaycan toprakları. 2 milyona yakın Azərbaycan Türkü kardeşimiz burada yaşıyorlardı. Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub. Bəzi erməni sosial media istifadəçiləri İrəvanda necə belə bir şey baş verə bilər sualını qaldırıblar. Sosial mediada yayılan xəbərlərə görə Ermənistanın hüquq mühafizə orqanları bu gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər. Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub. Azərbaycanlılar sosial şəbəkələrdə videonu geniş yayaraq gəncin cəsarətini alqışlayır. Erməni tərəf isə bu hadisəni təhlükəli tendensiyanın başlanğıcı kimi qiymətləndirir. Lakin 2 milyona yakın Azerbaycan Türk'ü buradan sürüldü, katledildi ve 500 binine yakın hala haber dahi alınamıyor. Bugün birimiz, sabah minimiz gelir. Narahat olmayın. Tanrı Türk'ü korusun.